Əfsanəyə görə Qalata qülləsi ilə Qız qülləsi illərlə bir-birinə baxa-baxa aşiq olurlar. Hər iki qüllə üz-üzə dayanır, külək və quşların vasitəsilə məktublaşırlar. Bir gün Hezarfen Əhməd Çələbi Qalata qülləsinə uçaraq Qız qülləsinə gedir və son məktubunu çatdırır. Amma bundan sonra güclü fırtına qopur, yollar bağlanır, artıq nə məktub gedir, nə də xəbər çatır. Heç vaxt qovuşa bilmirlər, hər ikisi yerindəcə qalır. Arada dəniz olur, sevgi uzaqdan davam edir, amma heç vaxt birləşmirlər. Bir əfsanədə deyilir ki, padşahın qızı ilan sancmasından öləcək. Padşah bunu önləmək üçün dənizin ortasına bir qüllə tikir. Qızın orada saxlayır ki, heç bir ilan ona yaxınlaşmasın. İllər keçir, qız böyüyür. Bir gün padşah qızına meyvə səbəti göndərir. Amma səbətin içində gizlənmiş bir ilan olur və talehi dəyişmir. Qız ilan sancmasından ölür. Deyilənlərə görə də Qalata qülləsinə ilk kimlə çıxsın, onunla xoşbəxt olub və yaxud da ki, evlənərsən.